40 yaşdan sonra bu vitaminləri içmək vacibdir. 40 yaş tamam olan gün orqanizm sizə avtomatik vitamin siyahısı göndərməyəcək. Vitamin qəbulu yaşa görə deyil, orqanizmin ehtiyacına görə seçilməlidir. Müayinələrdən sonra qərar verilməsi lazımdır. Birincisi vitamin D. Əgər günəşə az çıxırıq, qidalanmamız zəifdir, bağırsaq solunmamızda problem vardır, sümük əriməsindən əziyyət çəkiriksə, bu zaman vitamin D-yə ehtiyacımız arta bilər. Amma sağlam insanların hamısında yüksək dozu lazım deyil. İkincisi B12 vitamini. Vegetarian və yaxud vegan tipli qidalanırsınızsa və yaxud metformin adlanan preparat və ya mədə turşuluğunu azaldan preparatlardan uzun müddət istifadə edirsinizsə, öncə B12-ni yoxlatmaq və lazım olarsa qəbulu vacibdir. Üçüncüsü kalsium. Onu ilk növbədə qidadan, süd məhsulları, qatıq, pendir və uyğun digər mənbələrdən, həmçinin göyərti və tərəvəzlərdən almaq daha düzgündür. Dəmir isə sadəcə yorğunluğa görə qəbul olunmamalıdır. Hər yorğun olduğunuz halda dəmir içməniz yanlışdır. Feritin və qan analizi olmadan dəmir içmək yol verilməzdir. Yəni 40 yaşdan sonra ən vacib vitamin təsadüfi bir kapsul deyil. Düzgün müayinə, balanslı qidalanma, yuxu və fiziki aktivlikdir. Sağlam 40-70 yaşlı hər kəs üçün yüksək dozalı vitamin D və ya multivitamin qəbuluna universal bir göstəriş yoxdur. Bütün bunları maraqla dinlədinizsə, videomuzu bəyənməyi və daha çox vitamin sevər dostlarınızla paylaşmağı unutmayın. Suallarınızı isə şərhlərdə yazın, özünüzə yaxşı baxın.